Bu gördüyünüz istirahət mərkəzi deyil. Sizlərə 11.700 manata təqdim etdiyimiz komfort və biznes avtomobildir. Artıq 5-ci bir avtomobildir ki, yəni sizlərə təqdim olunur və bizim sayəmizdə, bizim tanıtmağımız sayəsində, yəni bu avtomobili çoxunuz ucuz qiymətə əldə etmisiniz. Avtomobilimiz hansı avtomobildir? Hazır olun dostlar, avtomobili ümumi olaraq geniş, uzun uzadı sizlərə təqdim edəcəyik. Bax, ümumi olaraq bax salon səsindən başlayaq. Avtomobilin bax arxa oturacaqların masajına kimi var, elektron stenkalar da bax adicə gördüyünüz kimi bax elektron stenkaların hamısı işlək bir vəziyyətdə dostlar. Bax arxa və ön CD sentrası kimi avtomobillər mövcuddur. Lükna kimi avtomobillər var. Bax adicə bu knopkaların gördüyünüz kimi, yəni işıqlarına kimi, güzgülən işıqlarına kimi avtomobillər mövcuddur. Yəni avtomobilimizdə işləməyən bir funksiya yox dostlar. Elektron stenkaları bax qeyd etdiyim bax kondisionerin buradan da idarə olunmasına kimi avtomobildə mövcuddur. Ümumi olaraq avtomobilin salon səsindən başlayaq dostlar. Avtomobilimiz hansı avtomobildir? Hazır olun, bu avtomobil haqqında sizlərə geniş təqdimat olunur. 4 qapı açarsı daxil olmasına kimi var. Qapılar pirsosdur. Bax statusuna kimi var. Böyük monitorda, arxa görüntü kamerası, arxa jalüzlərin buradan idarə olunmasına kimi avtomobildə mövcuddur. Bax avtomobildə motor korpusu tam olaraq qaydasındadır. Lexusdur dostlar. Lexus biznesin demək olar ki özü. Yəni avtomobilimiz 2007-ci ilin LS 460 Lexusudur dostlar. 4.6 motor benzin avtomat sürətlə kullanan bu avtomobil təcil olaraq satılır. Təkərlər qaydasındadır. Kosmetikaya xırda-para ehtiyacı ola bilər avtomobilin. Bax gördüyünüz kimi bax ümumi olaraq avtomobili təqdim edək. Arxa səsindən bax belə bir görünüşü var avtomobilin. Qeyd etdiyimiz qiymət avtomobilin nağd qiymətidir. 11.700 manat verməklə bu avtomobili əldə edə bilərsiniz. 2007-ci ilin 4.6 motor Lexus LS 460-ı. Yəni tələsin bu avtomobilə görə. Buyurun.